Bildir bu zaman Rovna, Kəmoğlu bazardan gəldim, gördüm dalaşıbdı. Gedib iki maşın adam gətirib rahibin üstünə. Payınca burasına vurub, qan axıb burasından. Ondan sonra daha yat-güt oldu. Bunlar şikayətçi deyirlər. Mədə ortada nə var indi? Adicə uşaq da dalaşanda. Əmə deyib ki, bir il də olsa, 2 il də keçsə, haifimi alacam. Haifini alırdın mı? Qılçasına vuruydun, qoluna vuruydun, ağzından o nə deyilir bilmirəm ona. Ağzından doldurub uşağa bir də 5 barmaq izləri var deyir, nə bilim görməmişəm. Biz də yığılıb burada gəlinimdir, nəvəm, hamımız otururduq. Hələ rahib gəlməyib, dönəni söyləyirəm, mən balaca gəlin. Çıxdı oradan baxdı ki, rahib orada oturur körpünün üstündə, göstərəcəm harada vurulub. Oradan rahib qışqırdı, çər getsəniz dedi. Elə yenicə bir 10 dəqiqəm, 15 dəqiqəm uzanmışdıq, elə onu gördüm, tak. Bircə dəfə möhkəm taqqıltı gəldi. Deyim 5 dəfə, 3 dəfə yox, yalan dənmərəm yazıyı buramda. Boy dedim, az dedim, ömür yıxıldı, gəldiyi vurdular dedim. Anası yürürən kim gedir, balam yerdə, qanın içində. Axıllı oğlandı, bax, hamısını özü tikir, kasıb adamdır, 2 balası var, atasız, qardaşsız oğuldur, 2 körpə balası var, böreği xəstədir, qanında mikrob var, pis xəstəlikdir. Doktorlarda qalıb, sabah doktora parası idi uşağı. Gəldi, belə oldu. Avara döy, salıxana döy. Boş olanda da gedir, ot ühülür maşına, nə bilim, qapılara ot gətirənə zada. Doktordan kömək, bir də buranı cəzalandırmaq, özgə heç zat. Nə istəyəcək? 1 ildir yanıyırdı, dedi mən bundan haif alacağam.